Ermənistanın növbəti neft tankerinin göndərdiyi barədə məlumatların yayılması regionda iqtisadi əlaqələr mövzusunu yenidən gündəmə gətirib. Yerevanın yanacaq bazarında Azərbaycan mənşəli benzinin artıq satışa çıxarıldığı iddia olunur və bu qarşılıqlı ticarət ilə bağlı müzakirələri genişləndirilib. Mütəxəssislər qeyd edirlər ki, iki ölkə arasında ticarət adətən beynəlxalq vasitəçilər və logistika marşrutları üzərindən həyata keçirilir. Bu baxımdan məhsulun son bazara hansı mexanizmlərlə çatdırılması iqtisadi əməkdaşlıq imkanları ilə yanaşı siyasi və ictimai reaksiyalar da doğura bilər. Çe moktavi. Nam zeng patiarnen drano, nam ten halatı. Aylandran tovali. Mokte mertuştamineyit. Müşte vermiyor ki biz ona. Düzdür mü? Biz satırıq pulumuzu alırıq, düzdür. İqtisadiyyatımız gücləşir. Bu da ticaretin bir yoldur. Eğer bizim iqtisadiyyatımız ne kadar güçlü olarsa, biz o kadar basılmaz olarak kalacağız. Yok, biz eğer zayıf olsak, düşman her zaman bizim üstümüze gelecek. Biz benzin vermirdi Ermenistan'a. Ermenistan başka yerden benzin almırdı. Alırdı, düzdür mü? Biz de bugün satırıq da. Pulumuzu alırıq. Eyni zamanda bəzi mənbələr erməni məhsullarının Bakı bazarında satışının mümkünlüyü ilə bağlı gözləntilərin yarandığını bildirir. Mövzu sosial şəbəkələrdə geniş müzakirə olunur. Vətəndaşlar yerli istehsalın qorunması, istehlakçı seçimi və bazar qaydaları ilə bağlı fərqli mövqelər səsləndirir. Pis. Mən heç onu özümü qəbul edərəm. De ki, onlar neçə yüz illiklərdir bizim milləti əzə-əzə gəlib. Mən nətər olan yeməyin, məhsullarını istifadə edeyim. Çox pis baxıram erməni məhsulları. Erməninin özünə də pis baxıram. Pis, düşman da olar bizə. Özümüzün məhsullarımıza nə gəlib ki, o qədər bol-bol hər şey. Ermənilər bizimlə tarixən düşmən olublar, onu da özləri yaradıblar. Biz ermənilər məhsulunu niyə sataq ki, bizə ehtiyacımız mı var? Bizim ehtiyacımız yoxdur erməni məhsullarına. Pis. Almaram.